Orada baxıram ki, səhv sözündə əlif yoxdur bu dəfə. Niyə yoxdur? Bu hərf səhvi deyilmi? Sən kimsən ki, Quranın sözlərini və yazılışını sinələrində əzbər daşıyan səhabələrin, Əhl-i-Beytin və digər alimlərin imla xataları eləyə biləcəyini iddia edirsən? Birdən xahiş edirəm, sizin o baş bilən olaraq gördüyünüz və ya da müraciət elədiyiniz, soruşduğunuz insanlardan bunu soruşun. Biz isə səndən fərqli olaraq bu savadsız sualına cavab olaraq deyirik. Necə ki, bugün heç kim Şekspir əsərlərinin qədim yazılışını səhv hesab etmir, eyni şəkildə Quranın da 7-ci əsrə aid olan Osman rəsmi müasir ərəb orfoqrafiyası ilə ölçülməməlidir. Mən heç bir zaman Quranı heç bir hərfini belə inkar eləmirəm. Quranın heç bir hərfini inkar etmirəm deyirsən. Ya sənə ciddi sehr olub, nə danışdığını bilmirsən, unudursan və ya anlamırsan, ya da insanları avam yerinə qoymusan. Bismillahirrahmanirrahim. Elşad Miri tez-tez deyir ki, Quran ilkin dövrlərdə hərəkəsiz və nöqtəsiz idi. Bəli, həqiqətən də o dövrlərdə hərəkə və nöqtə anlayışı yox idi. Bilməyənlər üçün loru da olsa deyim ki, hərəkə bizim dilimizdə olan ə, i, u saiti deməkdir. Bizim dildə aydın olsun deyə saitsiz sözlər düzəldib belə misal çəkim. Bugün aldığım kitab çox maraqlı kitabdır. Ərəb dilini və qrammatikasını yaxşı bilən kəs bu saitləri fikirləşmədən həmin saniyədə orada nə yazıldığını düzgün oxuya bilir. Bugün də demək olar ki, bütün ərəb dilində olan kitablar hərəkəsizdir. Amma Elşad Miri kimi ərəb dilini ibtidai bilənlər o kitabları düzgün oxumağa əlbəttə ki, qadir deyirlər. İslamı qəbul edən qeyri-ərəblərin Quranı səhv oxumasının qarşısını almaq üçün Quran-ı Kərim kitabına hərəkələr, yəni saitlər Əbul-Əsvad Əd-Duəl tərəfindən təxminən hicri tarixlə 67 və 69-cu illərdə qoyulub. Elşad Miri Quranın özündə səhvlər var deməsi üçün, insanların Qurana inamını heç etmək üçün dəfələrlə eyham edərək və hətta bəzən düşməncəsinə nifrət dolu sözlərlə Quranın hərəkələri, nöqtələri yox idi və sonradan qoyulub deyir. Sonra hərəkələrin qoyulması ilə bağlı inşallah vaxtım olarsa bir dənə video çəkib onun nə vaxt olduğunu deyəndə dəhşətə gələcəksiniz. 3 nöqtə olanda pəltə S-dir, yoxsa altında 2 nöqtə olanda Y-dir, 1 nöqtə olanda B-dir. Bunların hamısı olmayıb. Sonradan bunlar nöqtələmələr qoyulur. Sonradan hərəkələr qoyulur. Amma Quranın gəldiyi, Quran kitabı dediyimizdə orada heç nöqtələr də yoxdur. Bu nöqtələmə işləri çox sonralar çıxır. Üzərindən hərəkələmə işləri çox sonralar əlavə olunur. Amma Quranın əslində olan isə, məsələn, əlimin altında Əl-Məktəbətü Britaniya fi Londondakı Britaniya məktəbinin olan bir forması. Baxın, mövcud olan budur. Mövcud olan budur. Əslində ilk gələn, mövcud olan nüsxələr bunlardır. Həmin bu nüsxələrin üzərində isə, dostlar, nə nöqtə var, nə hərəkə var. Orada baxıram ki, səhv sözündə əlif yoxdur bu dəfə. Niyə yoxdur? Bu hərf səhvi deyilmi? Məgər Quran bizə yalnız yazılı çatıbmı ki, hələ bir nöqtə və ya hərəkə səhvləri də ola? Yazılı kitabdan çox Quranı sinələrində daşıyan hafizlər olub. Uca Allah buyurur: "Bəl huve ayatun beyinatun fi sudurillezine utul ilm və ma yechhadu bi ayatina illa zalimun." Əksinə o Quran elm verilmiş kimsələrin sinələrində əzbər olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalimlar inkar edər. Yer üzündə Qurandan çox əzbərlənən ikinci bir kitab yoxdur. Yazılar olmasa belə bugün Quran zehinlərdə əzbər olaraq qalmaqdadır. Dünyanın ən böyük Quran kitabını çap edən kompleks Mədinədədir. Hansı ki, sənə diktə edilən səbəblərə görə həcc, ümrə, biznesdir deyirsən. Bu haqda Allahın köməyi ilə keçən dəfələrdə danışmışdım. Deyirsən ki, din hər yerdə təhrif edilib. Hədis qəbul edənlər Quranla maraqlanmırlar. O zaman sənin kimi hədis inkar edib, Quranla gedək deyənlər niyə Mədinədəki kimi Quran çapı ilə məşğul deyirlər, pulsuz Quran paylamırlar? Amma realda isə Quran və hədisi qəbul edənlər özləri məhz Quran-ı Kərimi sevir, oxuyur və əməl edirlər. Həmin Mədinədəki bu Quran kitabının çapı kompleksi indiyə qədər yarım milyarda yaxın kitab çap edib. Məhz sənin kimi hədisi inkar edib, Quranla gedək bəhanəsi ilə İslama dil uzadanlar Quranı üzündən belə normal oxuya bilmirsiniz. Ey Quranla gedək iddiasında olan Elşad Miri, bizim 7-8 yaşlı uşaqlar Quranı səndən daha yaxşı və düzgün oxuyurlar. Əgər şübhən və hünərin varsa, buyur gəl, sənə biz bunu sübut edək. Amma Səbə surəsinin 5-ci ayəsində səhv sözündə orada əlif yoxdur. İndi mən bunu deyənlərə soruşmaq istəyirəm. Burada ikisi də eyni sözdür, eyni mənanı verir. Əliflə yazılmalıdır, yoxsa əlifsiz yazılmalıdır? Quranda ancaq burada gəlir. 2 ayədə. Birində əlifsiz yazılır. Əlifsiz yazılan doğrudurmu? Yəni buna cavab verə bilərlərmi? Birdən xahiş edirəm, sizin
o baş bilən olaraq gördüyünüz və ya da müraciət etdiyiniz, soruşduğunuz insanlardan bunu soruşun. Biz sənə nə qədər suallar veririk, iradlar bildiririk, yalanlarını, səhvlərini üzə çıxarırıq, amma sən şücaət edib birinə belə cavab verə bilmirsən. Biz isə səndən fərqli olaraq bu savadsız sualına cavab olaraq deyirik. Sə'v sözünün sonunda əlif hərfinin yazılmamasına qısa olaraq deyim ki, bugünkü günümüzdə sonu vav hərfi ilə bitən ərəbcə işlədilən cəm fe'linin sonundakı mütləq əlif qoyulur. Amma o dövrdə bu şərt deyildi. Həmin o əlifi yazmaq da olardı, yazmamaq da olardı. Raşidi xəlifəsi Osmanın radiyallahu anhu dövründə sözü gedən ayədəki sə'v kəlməsinin sonuna əlif qoyulmayıb deyə günümüzə qədər də dəyişilmədən belə yazılır. O yazının bu günümüzə qədər o formada gəlib çatması Quranın yazılışının zəifliyi deyil, əksinə qorunmasının dəlillərindən biridir. Amma oxunuş cəhətdən isə eyni oxunur. Yəni o sözün sonuna əlif qoyulsa da sə'v oxunur, əlif qoyulmasa da sə'v oxunur. ABŞ-ın ən nüfuzlu Şekspir araşdırma mərkəzlərindən biri açıq şəkildə bildirir ki, Şekspir dövründə İngilis dilinin orfoqrafiyası standart deyildi və eyni söz hətta eyni mətn daxilində belə müxtəlif formalarda yazıla bilirdi. Necə ki, bugün heç kim Şekspir əsərlərinin qədim yazılışını səhv hesab etmir, eyni şəkildə Quranın da 7-ci əsrə aid olan Osman rəsmi müasir ərəb orfoqrafiyası ilə ölçülməməlidir. Həmçinin 1920-ci, 30-cu illərin latınca yazılmış Azərbaycan kitab və qəzetlərinə baxsaq, bugünkü əlifbadan fərqli hərflər görəcəyik. Ondan sonra mən heç bir zaman Quranı heç bir hərfini belə inkar eləmirəm. Ondan sonra mən heç bir zaman Quranı heç bir hərfini belə inkar eləmirəm. Quranın heç bir hərfini inkar etmirəm deyirsən. Ya sənə ciddi sehr olub, nə danışdığını bilmirsən, unudursan və ya anlamırsan, ya da insanları avam yerinə qoymusan. Taha surəsi 12-ci ayədəki nöqtənin yerini dəyişərək, mənim fikrimcə Quranda n yerinə b hərfi olmağın, nə'leyn yox, bə'leyn olmağın daha doğru olduğunu iddia edən sən deyildinmi? Deməli, indi qeyd edəcəyim bu məsələni bəlkə də həqiqətən siz xəyal gücünün məhsulu olduğunu deyərək qəbul etməyə bilərsiniz. İnanın, sizi başa düşürüm. Amma heç olmasa belə bir versiyanın, alternativ düşüncənin, fikrin də olduğunu nəzərə almağınız üçün mən istəyirəm həmin o məsələni burada sizinlə bölüşüm. Siz də bilirsiniz ki, Quran ilk dəfə yazılanda da, bugün əlimizdə mövcud olanda da, yüzlərlə nüsxələrə müraciət edəndə də sözlərdə hərəkələrin olmadığını şahid oluruq. Hətta hərəkələr bir yana qalsın, heç əvvəlki o Quranın nüsxələrinə baxdığımız zaman nöqtələrin olmadığını görürük. Nöqtələr Qurandakı sözlərə 10 illərlə sonra əlavə edilir. Bilirsiniz ki, ərəb dilində nalika sözündə həmin o birinci hərf nun hərfidir. N hərfi deyə bildiyimiz nun hərfidir. Üstündə bir nöqtə yazılır. Həmin nöqtə altda yazılanda bilirsiniz ki, hərf o dəqiqə avtomatik olaraq bə olur. Yəni nöqtənin üstdə deyil, altda yazılması fərqli mənaya səbəb olur. Yəni nalika yox, bəlika. Yəni yaxşı, bəlun sözü olsa nə olacaq? Deməli dostlar, bəlika olanda sənə qarşı gələn adamı, sənə qarşı çıxan adamı öldürmək mənasına gəlir. Məsələn, bayaq adını çəkdiyim o müfrədata baxdığınız zaman, başqa lüğətlərə baxdığınız zaman bələ fe'linin dirənmək, qarşı gəlmək, üsyan etmək mənalarından gəldiyini şahid ola bilərsiniz. Orada baxıram ki, sə'v sözündə əlif yoxdur bu dəfə. Niyə yoxdur? Bu hərf səhvi deyilmi? Sən kimsən ki, Quranın sözlərini və yazılışını sinələrində əzbər daşıyan səhabələrin, Əhl-i-Beytin və digər alimlərin imla xataları eləyə biləcəyini iddia edirsən. Sən hələ get normal ərəb dilini öyrən, Quranı üzündən normal oxumağı öyrən, sonra gəl Quranda və Quran alimlərində imla səhvləri axtar. Quran nazil olan səhabələr və digər milyonlarla alim səhv yazdı. Quranın hərflərini belə düzgün tələffüz edə bilməyən bir sən Elşad düzmü yazdın? Əziz müsəlmanlar, təsəvvür edin ki, bugün Elşad deyir, Quranda hərf səhvi var. Gülşad da deyər, Quranda hərf səhvi varsa deməli, ayə səhvi də var. Dilşad da deyər ki, Quranda əgər ayə səhvi varsa deməli, surə səhvi də var. Və beləliklə İslam düşmənlərinin planı öz xəyallarında keçmiş olar. Amma Allahın izni ilə bunu görməyəcəksiniz. Çünki kifayət qədər xalqımızın Qurana sarsılmaz imanı vardır. Əgər Elşad Uca Allahın nazil etdiyi Qurana inanırsa, necə deyə bilər ki, Quranda hərf səhvi var? Uca Allah buyurur, İnnə nəhnu nəzzəlnə zikrə və innə ləhu ləhafizun. Şübhəsiz ki, zikri, yəni Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacaq. Hədisləri inkar etdin, halbuki dünənə qədər də hədislər deyirsən, lazım olanda. Quran tərcümələrini inkar etdin, Quran müqəddəs deyil dedin, indi də keçmirsən Quranda səhvlər axtarmağa. Allahdan qorx, ya xeyir danış, ya da sus. Yoxsa bütün bu yalanlarına görə
gec-tez uca Allaha cavab verməli olacaqsan. Sən kimsən ki, uca Allahın kitabında səhvlər axtarırsan? Baxın, əziz izləyicilər, bu insanın Quranda səhvlər axtardığının siz də şahidi olun və bilin ki, bu kəsin məqsədi birbaşa İslam dininə tənə etməkdir. Hələlik bu qədər, uca Allaha əmanət qalın.